Motivasiya özü çox mühüm mövzudur. Motivasiya vasitəsi elə bir vasitə olmalıdır ki, insanı davamlı olaraq istiqamətləndirə bilsin. Bəzən biz düzgün motivasiya vermirik övladlarımıza. Misal üçün, təhsilə sövq etmək istəyirik. Deyirik ki, dərs oxumasan, misal üçün, süpürgəçi olarsan və yaxud pulun olmayacaq. Süpürgəçi olmaq eyib deyil insan üçün. Pulun olmamağı da uyğun bir stimul, motivasiya deyil, olub-olmamağı. Yəni, bu, əslində biz bu sözlərlə şuuraltı olaraq onları, belə deyək də, pulpərəst, maddiyyətpərəst yetişdiririk. Ən uyğun motivasiya mənim üçün yaradana xoş gəlməkdir. Bu motivasiya heç vaxt sönmür və digər şeylərə də mane olmur. Bir insan Allah rizası üçün çalışırsa yorulmur və ətrafda onun əməyini dəyərləndirməyəndə də ruhdan düşmür. Əgər motivasiya insanların rəğbəti olsa, insanlar bir gün mənim əleyhimə danışanda mən ruhdan düşəcəm və yorulacam və insanlardan küsəcəm. Amma insanların münasibətinə baxmayaraq, davamlı olaraq öz işində olmaq, inkişaf etmək üçün məncə ən uyğun motivasiya yaradanın sevgisini qazanmaq, razılığını qazanmaqdır. Bu təkcə şüar deyil və belə deyək, mücərrət bir yanaşma deyil. Bunu konkretləşdirmək olur həyatda. İnsan səhərdən axşama qədər onu yaradanın razılığı üçün, sevgisi üçün çalışırsa, bu insanı həvəsləndirir və heç zaman insan həvəsdən düşmür. Hətta bütün insanlar ona daş atsalar belə, insan yoluna davam edir, insan məyus olmur. Çünki o əvvəldən kiminsə rəğbətini qazanmağı düşünmürdü və maddi amillər onun üçün motivasiya vasitəsi deyildi. Belə olan halda insan davamlı olaraq bütün çətinliklərə baxmayaraq ruhdan düşmür və günü-gündən daha çox həvəslənir. Motivasiya vasitəsi kiçik olanda tez sönür, bilirsiniz, insanı yorur və insan başqa bir səbəb axtarmağa başlayır fəaliyyəti üçün. Ona görə də özümüz, insana uyğun ümumiyyətlə motivasiya, bir daha deyirəm, Tanrıdır, Allahdır. Ondan başqa insanı hər hansı bir işə rəğbətləndirən heç bir amil ola bilməz.